Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq bu günlərin Azərbaycanımızın çox gözəl dilbər güşələrindən biri olan bu günlərin Gəncə şəhərindəyik. Gəncə şəhərində biz o zaman həyatını təhsilə fəda edilmiş müəllimlərdən birini sizlərə təqdim etmək istəyirəm. Mənim adınız, soyadınız? Mübarək Yusuf. Çox gözəl. Neçə yaşınız var mənim hazırda? Neçə yaşınız var? 79 oldu. Ay maşallah. 79 yoxsa 69? 79. 79 yaşınız var. Ay maşallah. 80 yaş. Bir iş. 46-cı. Çox güzel. Ama mən o yaşı verməzdim şəxsən. Hansı məktəbdə müəllim işləmişsiniz? Mən Sabirabad rayonunda işləmişəm. Daha sonra Ən sonunda harada təqaüd çıxmısınız? ən sonunda indi. Bəli. Gəncə Dövlət Universitetinin 1995-ci ildən 2006-cı ilə qədər rektor olmuşam. Sonra kafedra müdürü, dekan, indi də məsləhətçi professor. Nə alanda çalışırsınız? Hal-hazırda məsləhətçi professor. Çox gözəl. Xeyli Çox gözəl. yetişdirmələrim var, elmlər doktoru yetişdirmələrim var, fəlsəfə doktoru yetişdirmələrim var. Təxminən hesablasan, fəlsəfə doktorlarının sayı bəlkə də 60-dan 70-dən çoxdur. Çox gözəl. Bir bununla qalıb biz Ofeliya xanımla müsahibə götürdük. Müəllim Ofeliya müəllim, ya da fəlsəfə elmləri doktoru. Ofeliya müəllim. Alman dili müəllim, Alman kafedrasının müdürü. Hə, burada. Bəli. Onları burada Xarici Dillər Fakültəsini mən gətirmişəm. Onları da Ofeliya müəllimi də Seyran müəllim. Bəli. Seyran müəllim sayılır. mən gətirmişəm. Çox şad oldum. Və onları axtarmışam. Yaxşı bir mütəxəssis idi. Bu vaxtı biraz etiraz edirdilər ki, Gəncədə xarici dillər üzrə mütəxəssis tapmaq biraz çətin olar. Ancaq mən söz verdim ki, o mütəxəssisləri tapmaq, yetişdirmək, hazırlamaq mənim ixtiyarımda, mənim boynumda. Və birinci Fransa səfirliyi ilə əlaqə saxladıq, gəldilər. Getdim Strasbourg şəhərinə və o müəyyən elədiyim müəllimləri də cəlb elədik. Getdilər Strasbourgda xeyli təlim keçdilər, gəldilər. Daha sonra ingilis dili. Onları burada yerləşdirsiniz. Bəli, burada mən yerləşdirmişəm. Bəs hansı dövlət tərəfindən, hansı rəhbəri tərəfindən hansı mükafatlar alırsınız? Hə, 18-ci ildə burada hələ onu deyim ki, 16-cı ildə demək Gəncə İmamzadə ziyarətgahı ilə bağlı burada ziyarəti təzələn düzəltdilər, təmir elədilər və dedilər ki, belə bir kitab hazırlamaq lazımdır, Gəncə İmamzadə ziyarətgahı. Bu kitab var indi burada. Mən onu hazırladım. Cənab Prezident gəldi və o təqdimatda da kitabı mən özüm təqdim elədim. Prezidentin də xoşuna gəldi. Sonra aradan müəyyən müddət keçəndən sonra oradan təqdimat vermişdilər əməkdar müəllim. Yəni başqa mən bilirsin yerlərdir. Gözəl. Çoxunu dərs kitablarım var, monoqrafiyalarım var. Neçə kitab var? Təxminən 25, 30-a kimi. Ay maşallah. Elə siz gəlməmişdən əvvəl də bir kitab hazırlayıram. Qərbi Azərbaycanda ermənilərin toponim təxribatları. Elə bir kitab hazırlayıram. Çünki mən burada Qərbi Azərbaycan icmasının Gəncə üzrə nümayəndəsi. Onunla bağlı sizinlə geniş şəkildə elmi söhbətlər eləyəcəyik. Hörmətli izləyicilərimiz, sizə mən onu vurğulayım ki, mən də 18 illik kitab müəllifiyəm, amma 20 ildir çalışırıq. Sizi inandırım ki, səmimiyyət kamera qarşısında olduğunuza görə demirik. Həqiqətən mən elə müəllimlər olur ki, bir kitab müəllifidir. Elə insanları kinayə ilə, elə bir böyük yekəxanayla qarşılayır. Sizi inandırım ki, gəlib müəllim professor olduğunu mən deməyənə qədər, kitablar müəllifliğində çox sadə bir, zəhmətkeş bir insan olduğunu fikirləşdim. Yəqin ki, sırf sıravi bir müəllimdir. Mən də siz adınızdan təşəkkür edirik. Və sizin bu qədər sadə olmanıza görə sizə təşəkkür edirik. Zəhmətkeş olmanıza görə təşəkkür edirik. Ziyalı olmanıza görə təşəkkür edirik. Və biz bu ziyalılıqdan əlavə biz bilirik ki, həm də gözəl ailə başçısınız, gözəl babasınız, gözəl atasınız, gözəl valideynsiniz və gözəl ağsaqqalsınız.
Ona görə sizə özünüzdən dərin təşəkkür Çox edirəm. sağ olun. Çağdaş təhsil komandası olaraq ona görə də hörmətli izləyicilərimə, Vüsal Kəlbəcərli tənqidçi jurnalist müəllim haqqında Çağdaş təhsil mətbuatında xüsusi buraxılışlar jurnalda verəcəyik. Sosial şəbəkələr, TikTokdan tutmuş Instagram hamısında bizi görə bilərsiniz və inşallah hansısa mətbu orqanlarda işıqlandıranda görəcəksiniz. Neçə övladınız var müəllim? Bəli. Neçə övladınız var? 2 oğlum var. Allah sağ olsun. Adları Biri yanımdadır, buradadır. hansı ailə çalışır? Burada Gəncədə. Bu vergidə işləyir. Vergi kapitanıdır. O biri oğlum Bakıdadır. O da Vəkillər Kollegiyası üzvüydü. İndi imtahan verir. Bütün proseslərin hamısını keçir. En yüksək səviyyədə indi hakimdir. Çox gözəl. Hakimdir. 35 yaşı var. Mən sizi tanımama çox şad oldum müəllim. Sizə uğurlar diləyirəm, nailiyyətlər diləyirəm. Nəvələriniz də bugündən sonra biz sizə mükafat ad deyil, biz sizə ən gözəl can sağlığı arzulayırıq. Həyatda ən gözəl can sağlığı arzulayırıq. Nəvələrinizdən, nəticələrinizdən sizə gözəl günlər arzulayırıq. Arzulayırıq ki, gələn 80 yaşınızda da gələk çəkiş eləyək, 85-də də, 90-da da, 100-də də sizlə bağlı çəkiş eləyək. Sizi təbrik edirəm müəllim. Allah sizə ömür versin, sizi kimi ağsaqqallar əks eləməsin. Biz də sizin haqqında hər zaman gözəl çəkişlər edirik. Elə mən sünətləridir. Mənim elə qazancım birincisi evlatlarım, yəni atanın özünü ağardan evlatlar. İkincisi o yetişdirdiyim kadrlardır. Elə bugün bir nəfər zəng eləyib, dünən gedib müdafiə eləyib, fəlsəfə doktorluğu, zəng eləyib, o da məni təbrik edir ki, dünən deyir, işim çox yaxşı keçdi. Çox gözəl. Təriflər. Çox şad oldum müəllim. Allah canı sağ eləsin. Növbəti çəkişlərimiz inşallah yeni eləyərik. Təşəkkürlər, minnətdaram. Çox sağ olun.